Salam əziz izləyicilər. Növbəti mövzumuz olacaq 2-ci Dünya müharibəsi və Azərbaycan 2-ci Dünya müharibəsi illərində. Deməli, ilk olaraq görək 2-ci Dünya müharibəsi necə başladı? Ümumiyyətlə bu müharibənin səbəbi nələr idi? 2-ci Dünya müharibəsinin səbəbi bunlardır ki, deməli 20-ci əsrin 30-cu illərində, yəni 1929-33-cü illərdə dünyada iqtisadi böhran baş vermişdi, yəni böyük böhran. Bu böhran dövlətlərin iqtisadi həyatı ilə yanaşı, eyni zamanda siyasi həyatına da mənfi təsir göstərmişdi. Və bunun nəticəsində dövlətlər arasındakı münasibətlər, yəni beynəlxalq münasibətlərdə də vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdı. Eyni zamanda dövlətlər yeni nüfuz dairələri, yeni xammal və satış bazarları əldə etməyə çalışırdılar. Yəni yeni müstəmləkələr ələ keçirməyə çalışırdılar. Bunu biz 1-ci Dünya müharibəsində də görmüşdük. Digər bir məsələ Versal-Vaşinqton sisteminin ədalətsizliyi idi ki, bu ədalətsizlikdən narazı qalan Almaniyadır, Yaponiyadır, İtaliya kimi dövlətlərdir. Bunların yaxınlaşmasına səbəb olmuşdu. Eyni zamanda bu dövlətlərin ABŞ başda olmaqla digər dövlətlərə qarşı, yəni bu Versal-Vaşinqton konfransında həyata keçirən böyük dövlətlərə qarşı bu dövlətlərin qisasçılıq meyillərinin yaranmasına gətirib çıxarmışdı. Yəni revanşist, şovinist siyasətin yaranmasına gətirib çıxarmışdı. ABŞ isə müharibədən əvvəl öz bitərəfliyini elan etməklə müharibənin faydalarından maksimum dərəcədə faydalanmağa çalışırdı. Amma digər demokratik dövlətlər, məsələn Fransada, İngiltərədə bu kimi dövlətlər bu faşist təhlükəsini hələ lazımınca qiymətləndirməmişdilər. Eyni zamanda totalitar dövlətləri bir-birlərinə qarşı qoymağa çalışırdılar. SSR isə uzaq şərqdə və deməli Şərqi Avropada müəyyən ərazilər ələ keçirməyə çalışırdı. Yəni bu səbəblərdən 2-ci Dünya müharibəsi başlamış oldu. 2-ci Dünya müharibəsinin səbəblərini də diqqətlə fikir verək. Hamısını cümlə və cümlə əzbərləmək lazımdır. Bu il məlum, yəni MİQ-in imtahanında düşmüşdü SSR-ni. Ümumiyyətlə, yəni 2-ci Dünya müharibəsinin səbəbləri konkret olaraq müharibəyə düşmüşdü. Ona görə müharibəyə düşmüşdü. İmtahana düşmüşdü. Elə müharibədir. İmtahana düşmüşdü. Hə, ona görə də öyrənmək lazımdır. Bu belə. Deməli, 2-ci Dünya müharibəsi necə başladı? İlk öncə müharibə başlamamışdan əvvəl 1939-cu ilin 23 avqustunda Molotov-Ribbentrop, yəni SSR ilə Almaniyanın Xarici İşlər Nazirlərinin adı ilə Molotov-Ribbentrop paktı imzalandı. Molotov-Ribbentrop paktına əsasən, sonradan sentyabrın sonunda da imzalanan gizli protokola əsasən Şərqi Avropa, xüsusilə də Polşa, Almaniya ilə SSR arasında nüfuz dairələrinə bölündü və buna əsasən də 1939-cu ilin sentyabr ayının 1-də Almaniya Polşaya qoşun yeritdi. Almaniyanın Polşaya hücumu nəticəsində 1-ci Dünya müharibəsi başlamış oldu. Burada deməli qeyd eləmişəm qış müharibəsi və qəribə müharibə. Qış müharibəsi SSR-nin müharibə dövründə Finlandiya və deməli Baltik yanı ölkələrə hücumu ilə əlaqəli idi. 1939-cu ilin noyabrından 1940-cı ilin martına qədər davam edib bu qış müharibəsi. Qış müharibəsində deməli SSR ilk olaraq Finlandiyaya hücum edir. SSR-nin Finlandiyaya hücumu nəticəsində SSR Millətlər Cəmiyyətindən çıxarılır. Yəni bu işğal kimi qiymətləndirilir və onu təcavüzkar siyasətinə görə Millətlər Cəmiyyətindən çıxarırlar. Hansı ki 1934-cü ildə SSR Millətlər Cəmiyyətinə qəbul edilmişdi. Belə 39-da çıxarıldı. Bir də bundan sonra deməli Baltik yanı ölkələrə Latviya, Litva və Estoniya ərazilərinə yürüş edir SSR, bunları tutur. Bessarabiyanı Rumıniyadan alır və bununla da 1917-ci ilin inqilabına qədər ki Çar Rusiyasının deməli sərhədləri bərpa edilmiş olur. Qərb sərhədləri bərpa edilmiş olur. Digər bir məsələ qəribə müharibədir. Yəni bu qış müharibəsi 39-da başlasa da noyabrında, 1940-ın martında bitib. Qəribə müharibə də 1939-un sentyabrında, yəni müharibə başlayanda başlayır, amma 40-ında artıq bitir. 1939-un sentyabrından 40-ın martına qədər olan hadisə adlanır qəribə müharibə. Niyə buna qəribə müharibə deyirik? Deməli, müharibə başlayanda Almaniya Polşaya hücum eləyəndə İngiltərə ilə Fransa da Almaniyaya qarşı müharibə elan eləyir. Amma 1940-cı ilin martına qədər heç bir fəal hərbi əməliyyat həyata keçirilmir. Yəni sentyabrdan ta ki növbəti ilin martına qədər heç bir fəal hərbi əməliyyat olmayıb. Ona görə bu dövrə deyilir qəribə müharibə.
Sonra gəlirik 1940-cı ilin hərbi əməliyyatlarına. 1940-cı ilin hərbi əməliyyatlarında deməli yazda 4 dənə ərazini tutur Almaniya. Danimarka, Norveç, Hollandiya, Belçika. Danimarka ilə Norveçin tutulması ilə Almaniya öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmiş olur. Belçika ilə Hollandiya isə bitərəf ölkədir, onları tutur. Deməli, sizin oxuduğunuz vəsaitdə səhvən, yəni bu bitərəf sözü Norveçlə Danimarkanın qarşısında yazılıb. Amma bu belə deyil. Yəni dərslikdə biz dərsliyə əsaslanırıq. Bütün suallarda, imtahanlarda, yəni dərsliyimizdə bitərəf sözü Hollandiya və Belçikanın qarşısında verilib. Deməli, müharibədən əvvəl Danimarka və Norveç yox, Hollandiya və Belçika bitərəf idi. Eyni ilə 1-ci Dünya müharibəsində olduğu kimi Belçika bitərəf idi. Almaniya ora qoşun yeritmişdi Fransaya keçmək üçün. Burada da yəni Belçika bitərəfdə, Almaniya bura qoşun yeridir. Bu belə. Daha sonra yazında bu 4 dənə ərazini tutdu. May ayında Dünkeç möcüzəsi baş verir. Deməli, Almanlar Kale limanını ələ keçirib, oradan keçirlər Fransa tərəfə. Fransız və İngilis qoşunlarını Dünkeç şəhərində mühasirəyə alırlar. Amma burada qəribə olan nədir ki, Hitler bu mühasirəni dayandırmağa əmr eləyir. Yəni, Hitler əslində istəyirdi ki, mühasirəni dayandırıb hərbi hava əməliyyatına keçsinlər. Hərbi hava qüvvələrinin, yəni iştirak edən davam elətdirilsin əməliyyat. Amma Hitlerin bu planı baş tutmur. Çünki yəni Hitler onları mühasirədən azad etməklə zaten müharibənin taleyini həll eləyə bilərdi də. Əslində burada Hitler onları mühasirəyə salmaqla bəlkə də müharibəni daha tez yekunlaşdıra bilərdi, müharibənin taleyini həll eləyə bilərdi. Amma yəni qəribə bir şəkildə, yəni Dünkeç şəhərində onların mühasirəsi dayandırılır və ona görə bu hadisə adlanır Dünkeç möcüzəsi. Dünkeç möcüzəsi deyirik buna. Bu belə. Sonra buradan Dünkeç möcüzəsində artıq bu mühasirəni dayandırandan sonra Almaniya gedir Fransa tərəfə. May ayında deməli Fransa işğal edilir. İyun ayının 22-sində Fransa ilə saziş müqavilə imzalanır və bu sazişə əsasən Fransanın şimalında, yəni şimalı qalır Almaniyanın əlində. Almaniya tərəfindən işğal edilir. Cənubunda isə faşist hökuməti yaradılmış olur. Və ümumiyyətlə 1940-cı ilin yazına qədər artıq, yəni may ayında daxil olmaqla 1940-cı ilin yazına kimi Almaniya görürük ki, Norveçdən İspaniyaya qədər Avropa ərazisinin böyük bir hissəsini tutdu. Bir dənə burada azad dünyanın son qalası adlandırılan Böyük Britaniya qalıb. Böyük Britaniya isə bu işğaldan necə qurtulur? Ümumiyyətlə, birinci Böyük Britaniyaya qarşı hava hücumları təşkil olunur. Amma Böyük Britaniya hava hücumlarının qarşısını almaq üçün radarlardan istifadə edir. Ona görə bu effekt vermir. Hava hücumları tuta bilmirlər Böyük Britaniyanı. Sonra Atlantik okeanından başlayırlar hücumlara, yəni su yolu ilə hücumlara başlayırlar. Amma bu da öz nəticəsini vermir. Çünki müstəmləkələrdən və ABŞ-dan gələn dəstək nəticəsində, eləcə də Böyük Britaniyanın dənizlərdə üstünlüyü və müqaviməti nəticəsində İngiltərə qalib gəlir. Yəni Almaniya İngiltərəni tuta bilmir. Bu müharibə dövründə bu müttəfiq dövlətlərin ilk qələbəsi, Almaniyanın isə ilk strateji məğlubiyyəti olur. Almaniyanın ilk strateji səhvi Dünkeç möcüzəsidir. Almaniyanın ilk strateji məğlubiyyəti Böyük Britaniya ərazisində olur. Bu belə. Sonra burada yazmışıq Üçlər Paktı. Üçlər Paktı nədir? Üçlər Paktı 1940-cı ilin sentyabr ayında yaradılmışdı, imzalanmışdı. Üçlər Paktına əsasən Almaniyadır, İtaliyadır, bir də Yaponiyadır. Deməli, İtaliya, Yaponiya və Almaniya. Bu dövlətlər Üçlər Paktını 1940-ın sentyabrında imzalayırlar. Üçlər Paktının mahiyyəti nədir? Deməli, əslində bu pakta SSR də qoşulacaqdı. Sadəcə SSR-nin irəli sürdüyü bəzi şərtlər Almaniyanı qane eləmədiyinə görə SSR-ni qoşmadılar bura. Elə bu üç dövlət qoşuldu. Bu üç dövlət aralarında necə razılığa gəlirlər? Asiyada yeni bir nizamın yaradılmasında İtaliya ilə Almaniya, Yaponiyanın üstünlüyünü tanıyır. Avropada yeni nizamın yaradılmasında Yaponiya, İtaliya və Almaniyanın üstünlüyünü tanıyır. Daha sonra bu pakt imzalanan kimi qüvvəyə minməli, 10 il qüvvədə qalmalı idi
və müharibədə iştirak etməyən hər hansı bir dövlət tərəfindən bu dövlətlərin hər hansı birinə hücum olunardısa, digər dövlətlər ona yardım etməli idi. Yəni ki, müharibədə iştirak edən dövlət onsuz da, yəni bunlar bu paktı imzalayıbsa, müharibədə iştirak onsuz da, yəni bu paktı imzalasalar da, imzalamasalar da, yəni bunlar müttəfiqdir də müharibə dövründə. Yəni hər hansı bir dövlət, tutaq ki, müharibədə iştirak edən hər hansı bir dövlət İtaliyaya yürüş eləsə, Yaponiya ilə Almaniya ona kömək eləyəcək və yaxud da Yaponiyaya yürüş eləsə, digər dövlətlər, Almaniyaya yürüş eləsə, digər dövlətlər ona kömək eləyəcək. Bu paktın mahiyyəti bu idi ki, müharibədə iştirak etməyən dövlətdə yürüş eləsə, yenə də bir-birlərinə kömək etməli idilər. Bu belə. Daha sonra İtaliya və Misir yazmışıq bura. Nədir bu məsələ? Deməli, Şimali Afrika və Balkanlarda da hərbi əməliyyatlar həyata keçirilib. Bu 1940-dan başlayır, amma daha çox hissəsi 41-də həyata keçirilib. 1940-da bir dənə İtaliyanın Misirə hücumudur. İtaliya Misirə qoşun yeridir, amma burada İngiltərə yəni İtaliyanın Misirdəki hücumunun qarşısını ala bilir. Sonra 1941-ci ildə İtaliya gəlir Şimali Afrikanın digər bir hissəsinə, Liviyaya. Burada Hitler hətta İtaliya üçün kömək də göndərir. Amma yenə İngiltərə bunun qarşısını alır və bunların, yəni Alman-İtalyan qoşunlarının Süveyş kanalını tutmaq cəhdi uğursuzluqla nəticələnir. Və bunun əvəzini Balkanlarda çıxmağa çalışırlar Almaniya ilə İtaliya. Belə ki, deməli, İtaliya Albaniya ərazisindən keçərək gəlir Yunanistan ərazisinə. Yunanistana yenə də İngiltərə kömək eləyir. Deməli, Misirdir, Liviyadır və Yunanistandır. Bu üç ərazidə İngiltərə kömək eləyir. Amma bunlar Yunanistanı tuturlar. Yunanistanla Yugoslaviyanı yazda. Deməli, 1941-ci ilin yazında Yunanistan və Yugoslaviya təslim olur. Bu belə. Sonra deməli, Lend-Liz haqqında sonra danışarıq. Birinci SSRİ yürüşü haqqında danışarıq. Əslində xronologiya baxımından gəlsək, yəni burada Lend-Liz, sonra Yaponiya SSR arasında müqavilə olmalıdır. Sonra yəni bu məsələlərə keçməliyik. Amma yəni hadisələr arasındakı əlaqə baxımından birinci bunları danışaq, onsuz da burada xronologiyanı görürsünüz. Sonra keçərik o məsələlərə. Deməli, Almaniya ümumiyyətlə Avropada şəriksiz ağalıq etmək, SSR-nin sərvətlərini ələ keçirmək və ümumiyyətlə kommunizmi ləğv etmək məqsədi ilə SSR-ni məğlub etməyə çalışır. Amma burada Almaniyanın səhvi bu idi ki, birinci Böyük Britaniyanı məğlub etməmiş, tez gedir SSR-nin üzərinə. Bu Almaniyanın növbəti bir səhvidir müharibə dövründə etdiyi. Yəni birinci Böyük Britaniyanı məğlub etməli, sonra SSR üzərinə getməli idi. Amma bu görür ki, Böyük Britaniyanı məğlub eləyə bilmir, gedir SSR-nin üzərinə və deməli SSR-nin üzərinə gedəndə 1941-ci ilin deməli iyun ayında, 22 iyununda Barbarossa, yəni ildırım sürətli müharibə planına əsasən gedir SSR-nin üzərinə. Bu ildırım sürətli müharibə planına əsasən SSR-nin üzərinə gedəndə məqsədləri budur ki, həmin ilin qışına qədər, yəni 1941-in qışına qədər Arxangelsk-Həştərxan xəttinə gedib çıxsınlar. Əslində 3 ay müddətində, yəni tez bir zamanda bunlar Ukraynanı, Belarusiyanı tuturlar. Hətta deməli Leningradı da mühasirəyə alırlar, daha sonra Moskvaya yaxınlaşırlar. 3 ay ərzində, yəni belə tez bir müddətdə bunların irəliləməsinin səbəbi SSR-nin həmin dövrdə müharibəyə hazır olmaması idi, ordusunun zəif olması idi. Bəs bunun səbəbi nə idi? Bunu SSR mövzusunda biz görmüşük ki, Stalinin dövründə 30-cu illərin ikinci yarısında repressiyalar həyata keçirilmişdi və ordu donanma əsgərlərinin, böyük bir zabitlərinin böyük bir hissəsi repressiyaya göndərilmişdi. Onun nəticəsində SSR ordusu həmin dövrdə zəifdir və müharibəyə hazır deyil. Buna görə də 1941-ci ilin 22 iyununda başlayan hərbi əməliyyatlarda, yəni artıq dekabr ayında bunlar gəlib çıxmışdılar Moskvaya. Və dekabr ayında Moskva döyüşü baş verir. Amma Moskva döyüşündə ruslar əks hücuma keçərək Alman qoşunlarını məğlub edirlər. Bununla da müharibədə deməli ildırım sürətli müharibə planı puça çıxmış olur. İldırım sürətli müharibə planının puça çıxması deməli 1-ci Dünya müharibəsində 1914-də idi, Marna döyüşündə M hərfi ilə 1914. 2-ci Dünya müharibəsində 1914-ü tərsinə çeviririk 1941, yenə M hərfi ilə Moskva döyüşü. Deməli
1914 martdan 1941 Moskva döyüşü Almaniyanın ildırım sürətli müharibə planının puça çıxmasıdır. Ümumiyyətlə, ildırım sürətli müharibə planı nə deməkdir? Yəni, müharibənin tez bir zamanda başa çatdırılması. Bir də 2-ci Dünya müharibəsində ildırım sürətli müharibə planı eyni zamanda Blitzkrieg də adlanır. Blitzkrieg nə idi? Müharibədə eyni zamanda həm tank, həm deməli, həm tank, həm quru, həm də hava qoşunlarından, yəni üçünün bir arada istifadə olunmasıdır. Yəni və tez bir zamanda işğalın başa çatdırılmasıdır. Blitzkrieg bu deməkdir. Yəni ildırım sürətli müharibə planı. SSRİ-yə qarşı irəli sürülən plan isə yenə də ildırım sürətli müharibə planıdır. Friedrich Barbaros Müqəddəs Roma imperiyasının, hansı ki biz onun adını 3-cü Xaslı yürüşündə görmüşdük. O Göyçü çayından keçərkən boğulmuşdu. O həmin o Friedrich Barbarosun adı ilə bağlıdır bu plan, Barbarossa planı, ildırım sürətli müharibə planı. Nəysə, yəni SSRİ Moskva döyüşündə onun qarşısını aldı. İldırım sürətli müharibə planının qarşısını almış oldu. Sonra, deməli, 1941-də nələrimiz var burada? Deməli, Lend-Liz qanunu qərarı var. Lend-Liz qanununun mahiyyəti nədir? Lend-Liz qanununa əsasən Lend-Liz özü borc və kirayə deməkdir. Yəni ABŞ Lend-Liz qanunu özü də mart ayında, yəni 1941-in mart ayında verilmişdi. Lend-Liz qanununun mahiyyəti budur ki, ABŞ öz təhlükəsizliyi üçün, yəni vacib hesab etdiyi dövlətləri, İngiltərəni və SSR-ni maliyyə yardımı ilə təmin etməli idi. Yəni, əslində 1935-ci ildə müharibədən əvvəl ABŞ Franklin Rooseveltin dövründə biz görmüşdük ki, bitərəfliyini elan eləmişdi. Yəni, demişdi ki, nə hücum eləyən, nə də hücum olunan dövlətə heç bir yardım göstərilməyəcək. Yəni, təcavüzkarla təcavüzə məruz qalan dövlətlər arasında fərq qoymurdu. O bitərəflik haqqında qərara əsasən 1935-ci ildə. Amma müharibə dövründə ABŞ görür ki, yox, təhlükədədir. Ona görə təhlükəsizliyi üçün vacib hesab elədiyi dövlətlərə, yəni Böyük Britaniya və SSR-yə hərbi və maliyyə yardımları etməyi qərarı alır və 1941-ci ilin martında Lend-Liz qanunu tətbiq edilir. Birinci Böyük Britaniyaya, daha sonra isə SSR-yə hərbi yardımların edilməsi nəzərdə tutulur. Müasir dövrümüzdə isə ABŞ bunu Ukraynaya tətbiq edib, yəni Ukraynaya hərbi yardım göstərir. Bu belə. Sonra, deməli, həm bu Lend-Liz qanunundan sonra 1941-ci ilin avqust ayında Atlantika Xartiyası imzalanır. İngiltərə ilə ABŞ arasında, ABŞ-ın vasitəçiliyi ilə, yəni onların arasında Atlantika Xartiyası imzalanır. Atlantika Xartiyasının mahiyyəti nədir? Bu xartiyaya əsasən bu dövlətlər müharibəni davam elətdirməli və qələbəni təmin etməlidirlər. Faşist ölkələrini məğlub etməli idilər. Amma öz məqsədlərini bu şəkildə irəli sürürlər ki, yəni bizim başqa bir əraziləri ələ keçirmək niyyətimiz yoxdur. Xalqlara öz müqəddəratını təyin etmək hüququ verilir. Təcavüzkar dövlətlər tərk silah olunmalıdır və ümumiyyətlə bütün dövlətlər hərbi qüvvələrindən imtina etməlidir. Hərbi qüvvələrini azaltmalıdırlar. Bu da belə. Daha sonra Atlantika Xartiyasından sonra 1941-ci ilin avqustunda digər bir məsələsi var, İrana hücum məsələsi. İrana niyə hücum olundu? Deməli, ABŞ dedi ki, Lend-Liz qanunu əsasən nədir? Böyük Britaniya və SSR-yə yardımlar etməyi düşünürdü də. Sonra ABŞ-la Böyük Britaniya, yəni ABŞ artıq Böyük Britaniyaya yardım edib, qalıb SSR-i. ABŞ-la Böyük Britaniya düşünürlər ki, SSR-yə hansı tərəfdən yardım eləyək, o yardımı hansı tərəfdən göndərək? Deməli, bunlarda bir istiqamət Avropa tərəfdə Murmanskdır, uzaq şərqdə Vladivostokdur, ya Türkiyə ərazisində boğazlar vasitəsilə, bir tərəfdə də Egey dənizinin adaları vasitəsilə, yəni kömək göndərə bilərlər. Amma Murmansk və Vladivostok, yəni Murmansk dedik Avropadadır, Vladivostok uzaq şərqdədir. Bunlar əlverişsiz idi yardım etmək üçün. Türkiyə bitərəf idi. Yəni 1937-ci ildə Səadabad paktı ilə Türkiyə bitərəfliyini qəbul etmişdi. Ona görə də boğazları bağlamışdı. Yəni boğazlar da açıq deyil. Oradan da yardım eləyə bilmir.
Egey dənizinin adaları isə Almaniya işğalı altındadır. Oradan da yardım eləyə bilmir. Ona görə bir yolu qalırmışdı yardımın. O da İran ərazisindən etmək idi. Amma İran da bunu istəmir ki, onun ərazisindən SSR-yə yardım olunsun. Belə olan halda da istəmirsən, məcburi şəkildə yürüş eləyirlər. Böyük Britaniyanın SSR-i 1941-ci ilin avqust ayında İran ərazisinə yürüş eləyirlər. İranın şimalında Sovet, cənubunda isə İngilis nüfuz dairəsi yaradılmış olur. Deməli, müharibə dövründə, ümumiyyətlə müharibədən əvvəl Yaponiyanın işğalları haqqında da danışaq. Müharibədən əvvəl Yaponiya 1930-cu illərdə Çinin böyük bir hissəsini işğal edib, Hind okeanının şərqindəki əraziləri işğal etməklə neft resurslarını ələ keçirib. Müharibə dövründə isə Çinin qalan bir hissəsini də işğal eləyir. Bir də Fransanın işğalından sonra, hansı ki Fransa burada işğal olunmuşdu, Fransanın işğal edilməsindən sonra onun yerdə qalan müstəmləkələri ki var idi, uzaq şərqdəki Kampuçiya, Laos, Vyetnam, bu əraziləri tutur Yaponiya. Deməli, Kampuçiya, Laos və Vyetnam bu əraziləri tutur və müharibə iqtisadiyyatı yaratmaq üçün dənizlərdə üstünlük əldə etməyə çalışır. Bunun nəticəsində deməli, aprel ayında, 1941-in aprel ayında Yaponiya ilə SSR arasında hücum etməmək haqqında bir müqavilə imzalanır. Bu hücum etməmək haqqında müqaviləyə əsasən Yaponiya biraz rahatlaşır. Yəni, uzaq şərqdə hərbi əməliyyatlar aparmağa başlayır ki, onsuz da SSR oradan hücum edə bilməzlər. Yəni, müqavilə imzalayıblar axı. Ona görə uzaq şərqdə hərbi əməliyyatlara başlayır, genişləndirir hərbi əməliyyatları. Bunun nəticəsində ABŞ-ın deməli, Sakit Okeandakı Havay adalarının hərbi bazası olan Pearl Harbor hərbi bazasına zərbə endirir. Bu zərbə nəticəsində ABŞ dərhal Yaponiyaya müharibə elan edir. Yaponiyanın da müttəfiqi olan Almaniya ABŞ-a müharibə elan edir. Beləliklə də ABŞ müharibəyə qoşulmuş olur və Sakit Okean cəbhəsi yaradılmış olur. Yəni, Sakit Okean cəbhəsində də artıq müharibə başlamış olur. Müharibənin əvvəllərində yəni qəfil hücuma keçmələri və digər müttəfiqlərin zəif olması, yəni müharibəyə hazır olmaması faşistlərin qələbəsini təmin eləyirdi. Yəni 1942-ci ilin əvvəlləri artıq faşist blokunun əsas yəni zirvə nöqtəsi hesab olunurdu. O vaxta qədər böyük bir hissəni işğal eləyə gəliblər. Amma 1942-nin yayında vəziyyət dəyişir artıq. 1942-nin deməli İlk olaraq 42-nin yanvar ayında bir dənə bunu deyək, ondan sonra keçərik. 42-nin yanvar ayında Birləşmiş Millətlərin bəyannaməsi imzalanmışdı. Deməli, ABŞ, SSR və İngiltərənin vasitəçiliyi ilə digər 26 dövlət də qoşulur. Birləşmiş Millətlərin bəyannaməsi imzalanır. Birləşmiş Millətlərin bəyannaməsi o demək idi ki, yəni faşist ölkələrinə qarşı birlikdə mübarizə aparacaqdılar. Eyni zamanda bu gələcəkdə yaradılacaq BMT-nin yaradılmasında ilk addım hesab olunur. Yəni, ona doğru gedən bir yoldur da bu Birləşmiş Millətlər bəyannaməsi və burada anti-Hitler koalisiyası yaradılmış olur. Yəni, faşistlərə qarşı anti-faşist, anti-Hitler koalisiyası yaradılmış olur. Sonra, indi gələk yaydakı həmin o Sakit Okeandakı hərbi əməliyyatlara. Deməli, bir Mərcan və Midway döyüşləri baş verir Sakit Okeanda və Sakit Okean cəbhəsində dönüş başlamış olur, dönüş yaranmış olur. Deməli, Sakit Okean cəbhəsindəki dönüşün başlaması aiddir Midway döyüşünə. Mərcan deyil kitabda, yenə deyirəm, oxuduğunuz kitabda Mərcan döyüşü verilib. Mərcan deyil, dərsliyimizdə Midway döyüşündə Sakit Okeanda dönüşün yaradılması, dönüşün baş verməsi yəni yazılıb. Belə, sonra payızda Şimali Afrikada Əl-Əlameyn döyüşü baş verir. Misirdə, yəni ingilislərlə Alman-İtalyan qoşunları arasında döyüş baş verir. Əl-Əlameyn döyüşündə məğlub olur deməli, Alman-İtalyan qoşunları və 43-cü ildə ümumiyyətlə Alman-İtalyan qoşunları Şimali Afrikada təslim olurlar. Bu belə. Sonra 42-ci ildə bir də Qafqaz məsələsi var. Yəni Qafqaz məsələsi nədir? İndi ona gələcək. Deməli, müharibənin gedişində SSR ilə bu ABŞ-dır, sonra Böyük Britaniyadır, böyük dövlətlər arasında danışıqlar gedir, diplomatik danışıqlar. Danışıqlara əsasən belə qərara alırlar ki, yəni birinci Almaniyanı məğlub eləsinlər. O rahatdır da. Yəni Almaniya məğlub eləyəndən sonra digər dövlətləri məğlub etmək rahatdır. Birinci Almaniyanı məğlub eləsinlər, sonra digər faşist dövlətlərini də təslim olmağa məcbur eləsinlər. Bunun nəticəsində
burada yəni SSR fikir irəli sürür ki, Avropada ikinci cəbhə açılsın ki, biz Almaniyanı iki cəbhədə vuruşmağa məcbur eləyək və beləliklə tez zəiflətmək daha asan olacaq. Amma digər dövlətlər, yəni ABŞ, İngiltərə bildirirlər ki, yox, hələ Avropada ikinci cəbhənin açılması üçün hələ şərt yaranmayıb da, o şərait yoxdur, o vəziyyət deyil. Ona görə də SSR ilə bu dövlətlər arasında belə bir fikir ayrılığı yaranır. Bu fikir ayrılığının nəticəsində SSR Almaniyanın hücumlarına, yəni Almaniyanın SSR-yə hücumlarını daha da genişləndirir bu məsələ və Almaniya 1942-ci ildə Qafqaza hücum etməyi planlayır. Qafqaza xüsusilə də Bakı neftini tutmağa çalışır və bunun üçün yəni Qafqazdan hücuma keçir, gəlir Volqa çayına qədər çatır və Volqa çayının sahilində yerləşən indiki Volqaqrad, yəni o vaxtki Stalinqrad şəhərini mühasirəyə alır. Amma Stalinqradın tutulması artıq Bakı neftinin də sonrakı, yəni Bakı neftinin ələ keçirilməsini asanlaşdırır. Yəni Stalinqradı tutsalar, mütləq ki, gəlib Bakı neftini də, Bakını da tutub ələ keçirə bilərdilər. Ona görə də Stalinqrad uğrunda güclü döyüşlər gedir və 1942-nin sonu 43-ün əvvəllərində Stalinqrad döyüşündə deməli əsaslı dönüş baş vermiş olur artıq. Yəni əsaslı dönüş başlamış olur Sovet-Alman cəbhəsində. Deməli Sakit Okeandakı əsaslı dönüş Midway döyüşüdür. Sovet-Alman cəbhəsindəki, yəni Avropa cəbhəsindəki dönüş Stalinqrad dönüşüdür. Baş verməsi, başlaması. Amma dönüşün başa çatması, yəni artıq üstünlüyün bu faşistlərdən o biri tərəfə keçməsi Kursk döyüşündədir. Və Kursk döyüşü ümumiyyətlə tarixdə ən böyük tank döyüşüdür. Deməli, tarixdə ilk tank döyüşü 1-ci Dünya müharibəsində Somma döyüşü idi. Onu bayaq demişdik 1-ci Dünya müharibəsinin izahında. Amma ən böyük tank döyüşü isə Kursk döyüşüdür və Kursk döyüşünün nəticəsində əsaslı dönüş tam baş verdi. Atlantik okeanında da dönüş baş verdi. Yəni orada da üstünlüyü ələ keçirdilər müttəfiqlər. Yəni hər bir cəbhədə artıq faşistlər zəifləyiblər. Digər bir məsələ də 1943-cü ildə İtaliya Siciliyaya qoşun yeridir. Siciliya qoşun yeritməsi nəticəsində orada İtaliyada faşist rejimi, yəni Mussolini rejimi devrilir. Yeni bir hökumət gəlir. Yeni gələn hökumətdə artıq yəni faşistlərin tərəfindən çıxıb digər tərəfə keçir. Eynilə 1-ci Dünya müharibəsində olduğu kimi. 1-ci Dünya müharibəsində də Almaniyanın müttəfiqi idi İtaliya, amma oradan çıxdı, keçdi Antantaya. Burada da eyni şəkildə Almaniya tərəfdən çıxır, keçir digər müttəfiqlərin tərəfinə. Belə, sonra 1943-cü ilin sonunda keçirilir Tehran konfransı. Tehran konfransında nə baş verdi? Deməli, Tehran konfransında bu böyük üçlük, yəni SSR-dən Stalin, Böyük Britaniyadan Winston Churchill baş nazirdir və ABŞ-ın prezidenti Franklin Roosevelt. Bunlar üçü bir yerdə deməli Tehran konfransında görüşürlər. Tehran görüşünün məqsədi nədir? Avropada ikinci cəbhənin açılması. Burada qərar alırlar ki, Avropada ikinci cəbhəni açaq Fransanın şimalından. Beləliklə 1944-cü ilin yayında bu cəbhə açılır Normandiyada, Fransanın şimalında. Fransanın şimalında ikinci cəbhənin açılması ilə bütün Fransa faşistlərdən azad olunur. Eləcə də SSR-nin bütün ərazisi azad olunur. Yəni nə ki, işğal olunan ərazilər var idi. Deməli, Fransa tam azad olundu 44-də, bir də SSR ərazisi tam azad olundu. SSR bu azmış kimi hətta Şərqi Avropa ölkələrinə də yürüş eləyir. Yəni öz ərazisini azad eləyib, tamam. İndi Şərqi Avropa ölkələri arasında da yürüş eləyir. Sonra deməli 1945-də artıq bu qoşunlar Elba çayı sahilində birləşirlər. Yəni qərarı alırlar ki, birlikdə Almaniyaya qarşı mübarizə aparsınlar. Elba çayı sahilində birləşirlər. Bu zamanda Hitlerin əlində yalnız yeniyetmələrdən və qocalardan ibarət olan bir dəstə qalmışdı. Yəni elə əhəmiyyətli bir qüvvəsi qalmamışdı Hitlerin. Sonra deməli deportasiya məsələsini burada da var, 43-də də var deportasiya. Axırda qeyd eləyəcəm. Sadəcə il olaraq yazmışam ki, yəni biləsiz hansı ildədir. 1945-ci ilin fevral ayında Krım konfransı keçirilir. Krım və yaxud da Yalta konfransı. Burada da yenə eyni həmin şəxslərdir. Churchill'dir İngiltərədən, Rusiyadan Stalindir, ABŞ-dan isə Franklin Rooseveltdir.
Bunların Krımda konfransı keçirilir. Krım konfransının mahiyyəti nədir? Müharibənin gedişini daha da sürətləndirmək, qələbəni təmin etmək, Almaniyanı təslim olmağa məcbur etmək və Almaniyanın təslim olmasından sonra, yəni Almaniya məğlub edəndən sonra SSR Yaponiyaya müharibə elan etməli idi. SSR-nin qərb sərhədləri tanınır və SSR-nin qarşısında belə bir öhdəlik qoyulur ki, yəni Almaniya ilə müharibə başa çatandan sonra Yaponiyaya müharibə elan et. Bunun əvəzində Cənubi Saxalin, Kuril adaları, Port Artur və Manjuriyadakı dəmir yolu veriləcək sənə. Hələ verilmir. Sadəcə verilməsi ilə bağlı məxfi bir saziş imzalanır. Bunun da nəticəsində sonra Avropada azad olunma haqqında bəyannamə qəbul edilir. Yəni xalqlara bayaq dediyimiz kimi öz müqəddəratını təyin etmə hüququ, özlərinə məxsus olan təsisatlar qurmaq hüququ verilir. Bundan sonra BMT-nin yaradılması haqqında da müzakirələr aparılır. Yəni müharibədən sonrakı dövrdə BMT-nin yaradılması haqqında, yəni onun iş prinsipləri haqqında müzakirələr də aparılır. Belə. Daha sonra 1945-ci ilin aprel ayının 30-da SSR yürüş eləyir Berlinə, Almaniyaya və Berlin şəhərini tutur. Bundan sonra Hitler intihar eləyir. Hitlerin intiharından sonra may ayının 8-dən 9-una keçən gecə deməli Almanlar təslim aktı imzalayırlar və təslim aktına əsasən Avropa cəbhəsində hərbi əməliyyatlar başa çatır. Avropa cəbhəsində hərbi əməliyyatlar başa çatandan sonra 45-də bir məsələ də var. 45-in fevralında Türkiyənin müharibəyə daxil olması. Türkiyə müharibəyə necə daxil olur? Yəni Almaniyaya, Yaponiyaya müharibə elan edir. Türkiyənin Almaniyaya və Yaponiyaya müharibə elan etməsinin, müharibəyə daxil olmasının səbəbi onun gələcəkdə yaradılacaq BMT-yə daxil olmaq istəyi idi. Yəni o BMT-yə daxil olmaq istəyirdisə, müharibəyə də qoşulmalı idi. Baxmayaraq ki, bir tərəf idi. Ona görə 1945-in fevralında müharibəyə qoşulur. Sonra 1945-ci ilin yayında Potsdam konfransı keçirilir. Yəni bizim bayaqdan saydığımız Tehran konfransı ilə Krım konfransı, Yalta konfransında müharibənin gedişində baş verən hadisələrlə bağlı məsələlər gördük. Amma Potsdam konfransı müharibədən sonrakı hadisələrə həsr olmuşdu. Yəni müharibədən sonra nə edəcək? Deməli Almaniyanı artıq məğlub eləyiblər. Almaniyanın ərazisini bölməyi düşünürlər. 4 işğal zonasına bölünməli idi Almaniya. Deməli ABŞ, SSR, İngiltərə və Fransa 4 dövlət arasında Almaniya ərazisi bölünməli idi. Almaniya dövlətinin sərhədləri müəyyən olunur və Almaniya ərazisinin 1/4 hissəsini itirir. Burada müharibə günahkarlarına qarşı beynəlxalq, yəni xüsusilə də faşistlərə qarşı beynəlxalq hərbi tribunal yaradılmış olur. Bir də Almaniya üzərinə böyük məbləğdə təzminat qoyulur. Birinci Dünya müharibəsində olduğu kimi, yəni Versal müqaviləsində olduğu kimi, burada da Almaniyanın üzərinə böyük məbləğdə təzminat qoyulur və o təzminatın yarı hissəsi çatmalı idi SSR-yə. Müharibə başa çatandan, yəni Avropadakı bu hərbi əməliyyatlar başa çatandan sonra Potsdam konfransında keçirdilər. 1945-ci ilin avqust ayında, deməli avqustun 6-sında Hiroşima, 9-da isə Nagasaki şəhərlərinə, yəni Yaponiyanın şəhərləridir, ABŞ atom bombası atır və burada da ABŞ-ın məqsədi təbii ki, Yaponiyanı tez təslim olmağa məcbur etmək və dünyada öz üstünlüyünü, yəni müharibə dövründə öz üstünlüyünü digər dövlətləri göstərmək idi. Yəni hərbi məqsəd daşımırdı o atom bombasının atılması, sadəcə öz gücünün üstünlüyünü nümayiş etdirmək istəyirdi. Avqust ayının 8-də SSR Krım konfransında öz üzərinə götürdüyü kimi Yaponiyaya müharibə elan etdi və sentyabr ayının 2-də Yaponiya təslim oldu. Yaponiyanın təslim olması ilə 2-ci Dünya müharibəsi tamamilə başa çatdı. Yəni 1939-cu ilin sentyabr ayının 1-də başlayan müharibə 1945-ci ilin sentyabr ayının 2-də başa çatdı. Ona görə bəzən buna bir günlük müharibə də deyilir. Yəni sentyabrın 1-də başlayıb 2-də başa çatdığına görə bir günlük müharibə də deyilir. Bu belə. Sonra digər bir məsələmiz nədir? İndi gələk müharibədə, deməli səfərbərlik məsələsinə, müharibədə iqtisadi səfərbərlik, yəni dövlətlərin həyata keçirdiyi iqtisadi səfərbərlik, bir də elmi səfərbərlik haqqında. Müharibə dövründə iqtisadi səfərbərliklə bağlı bunu deyirik ki, İngiltərə və ABŞ burada daha çox
yəni iqtisadi səfərbərlikdən danışsaq, öz silah sursatlarının istehsalını daha çox artırırlar. Hətta burada yəni əlavə, yəni arxa cəbhədə qadınlardan ibarət işçi qüvvəsi də yaradılır fabrik və zavodlarda. SSR isə daha çox hərbi silahların hazırlanması, ümumiyyətlə bu sənaye sahələrini daha çox Urala və Sibirə köçürür və ümumi səfərbərlik elan edilmiş olur və bunun nəticəsində də, yəni bu dövlətlər bir də müharibə dövründə, yəni sırf müharibə illərində ilk müharibə iqtisadiyyatını quran dövlət İngiltərədir. Yəni ondan əvvəl başqa bir dövlət ola bilsin ki var, amma yəni müharibə dövründə ilk müharibə iqtisadiyyatını quran dövlət məhz İngiltərədir. İngiltərənin müharibə iqtisadiyyatını qurması da nə deməkdir? Yəni müharibə iqtisadiyyatı nə deməkdir ümumiyyətlə? Yəni müharibə dövründə bütün sənaye sahələrinin, bütün sənayenin, iqtisadiyyatın müharibənin tələbatına uyğun olaraq yönəldilməsi, yəni istər kənd təsərrüfatı olsun, istər digər sənaye sahələri olsun, yəni bütün məsələlərin müharibəyə uyğunlaşdırılmasıdır. Bu belə, yəni ilk bunu eləyən də, yəni müharibə iqtisadiyyatını ilk quran dövlət də olmuşdu İngiltərə. Yəni Yaponiya bunu etməyə çalışmışdı, amma ilk eləyən İngiltərədir. Bəs elmi səfərbərlik deyəndə nəyi nəzərdə tuturuq? Yəni beyin müharibəsi. Burada ABŞ-la İngiltərə daha çox çalışırdılar ki, elmi nailiyyətlər əldə etsinlər və bu elmi nailiyyətləri müharibəyə tətbiq etsinlər. Və bunu məsəl üçün etmişdilər. İngiltərə radarlardan istifadəni, radarları yaratdı. Bu effekt verdi. Məsəl üçün bayaq dediyimiz həmin Almaniyanın İngiltərəyə yürüşü zamanı hava hücumlarının qarşısını ala bildi İngiltərə. Bu belə. Sonra digər bir məsələ, ABŞ istifadə eləmişdi tank vuran raketlərdən yaradılmışdı. Atom bombası yaradılmışdı. Hansı ki Almaniyadan qaçan Avropalılar gəlmişdilər ABŞ-a və onların fəaliyyəti nəticəsində yaradılmışdı atom bombası. Bir də ilk kompüterlərin istifadəsi müharibə dövründədir. Yəni bunu qarışdırmayaq. İlk, yəni bildiyimiz kompüterlərin istifadəsi müharibə dövründədir ABŞ-da. Amma bir də var ilk fərdi kompüterlərin, yəni notebookların istifadəsi, o artıq müharibədən sonra Ronald Reaganın dövründə olacaq. Bu da belə. Digər bir məsələmiz isə nə qaldı burada? Əslində yəni Almaniyada da yəni bu radarlardan istifadə olunmuşdu, raketlərdən istifadə olunmuşdu. Sadəcə olaraq bunlar müharibənin biraz sonraki illərində, yəni daha gec başlanılmışdı istehsalına və sayı az idi. Yəni bunların tələbatını ödəyəcək dərəcədə deyil deyə, yəni o qədər həlledici təsir göstərmədi. Deportasiya məsələsində nələr var? Deportasiyada deməli 1942-də ABŞ-dan deportasiya var. 1943-44-də SSR-dən deportasiya var. ABŞ-dan deportasiya 1942-də yaponlardır. Yəni ABŞ vətəndaşıdırlar, amma yapon əsillidirlər. Yəni o da 42-ci ildə. Nəyə görə? Çünki 41-də Yaponiya səbəb oldu da ABŞ-ın müharibəyə qoşulmasına. Ona görə 42-də ABŞ deportasiyada, yəni belə bir qərar qəbul elədi ki, yapon əsilli ABŞ vətəndaşları sürgün edilsin. Xüsusi düşərgələrə sürgün edilir. 1943-cü ildə Qafqazda deməli Qaraçaylar sürgün edilir. Qafqazdan Qaraçaylar sürgün edilir. Şimali Qafqazdan. 44-cü ildə isə yenə Qafqazdan Çeçenləri, İnquşları, Balkarları, Kalmıkları, Krımdan Tatar türklərini, Gürcüstandan isə Axska türklərini SSR Mərkəzi Asiyaya, Qazaxıstana və Sibirə sürgün edir. Faşistlərə yardım etdiklərini bəhanə gətirərək. Sonra müharibə dövründə Almaniya yahudilərə qarşı Holokost siyasəti həyata keçirib. Deməli, biz müharibədən əvvəl Almaniyada yahudilərə qarşı antisemitizm hərəkatı görürük. Müharibə dövründə isə Holokost görürük. Antisemitizm bir ideologiyadır. Yəni, yahudilərə qarşı hər hansı bir qırğın həyata keçirilmir. Sadəcə olaraq onların vəzifələri əllərindən alınır. Yəni, onlara qarşı bir fikir olaraq, yəni ideologiya olaraq həyata keçirilir bu antisemitizm. Amma Holokost konkret olaraq yahudilərə qarşı qırğınların törədilməsidir. Bu da müharibə dövründə baş verib. Ümumiyyətlə, 2-ci Dünya müharibəsinin nəticələri nə oldu desək, 2-ci Dünya müharibəsinin nəticəsində Qərb öz üstünlüyünü itirdi. Yəni, Qərbi Avropa üstünlüyünü itirdi. Ümumiyyətlə, dünyada üstünlük keçdi SSR ilə ABŞ-a.
amma daha üstün ABŞ idi. Çünki hərbi, siyasi və iqtisadi baxımdan ABŞ daha öndə idi. Digər bir məsələ dünya içi, yəni Avropa içi siyasi rəqib düşərgəyə bölündü. Qərb tərəfdə, Qərbi Avropada kapitalizm, Şərqi Avropada isə SSR-nin başçılığı ilə sosializm yaradılmış oldu və bunlar bir-birinə qarşıdır. İndi sonrakı dövrlərdə, soyuq müharibə dövründə də, yəni elə məhz soyuq müharibənin baş verməsində səbəbi bu idi. Kapitalizm və sosializm arasındakı mübarizə. Bunlar arasında bir dəmir pərdə var, dəmir pərdə ifadəsi. Sonra bu müharibədən sonra Birləşmiş Millətlər Təşkilatının yaradılması haqqında qərar qəbul edilmişdi, hansı ki sonra yaradılacaq və həmin o Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yaradılır ki, Təhlükəsizlik Şurasına da ABŞ-dır, SSR-dir, Fransadır, İngiltərədir, bir də Çindir ki, üzv olurlar. Belə. Bu da oldu 2-ci Dünya müharibəsi.